Salam, değerli şagirdler, hoş gördük sizleri. Bugün sizlere Azerbaycan dilinden isim bölməsinin önemli hissələrini, lazımi qaydalarını, hansı ki testlərə daha çox düşür, bizi daha çox düşündürür, həmin hissələri sizə izah eləyəcəm. Başlayaq. Ümumiyyətlə, isim bilirik ki, dostlar, biz bugün sizlərlə ismin əsas xüsusiyyətlərini, konkretliyini, mücərrədliyini, sonra ümumilik, xüsusilik, hal kateqoriyası, mənsubiyyət kateqoriyası, şəxs kateqoriyası, bunlardan danışacağıq dostlar. İsmin şəkilçiləridir, ismin mürəkkəbliyidir, sadəliyidir. Bu hissələri rahat hissələr olduğuna görə bu hissələri artıq daha geniş şəkildə yox, daha geniş formada ən düşündürücü məqamları nəzərinizə çatdıracağam. Deməli dostlar, biz bildiyimiz kimi İsim dedik ki, morfologiyanın bir bölməsi olub, əşyaların adlarını bildirən sözlərə deyilir. Biz ümumiyyətlə bilirik ki, qrammatikada Salam. Hə. Aha. Biz ümumiyyətlə bilirik ki, qrammatikada bütün kimlə hara sualına cavab verən sözlər qrammatik cəhətdən təşkil hesab edilir. Buna görə biz əşyanın adını bildirən sözlər deyərək isimləri nəzərdə tuturuq. Bu insan anlayışı olsa belə yenə də eyni şəkildə qayda tətbiq olunur. Məsələn, dostlar, dedik ki, isimlər misal olaraq kitabdır, stoldur, stuldur, pəncərədir və s. İlk öncə başlayaq konkret isimlərdən. Konkret isimlər ümumiyyətlə adından da göründüyü kimi yadda saxlayırıq ki, gözlə görülə bilən, əllə toxunulması mümkün olan, şəklini çəkə bildiyimiz maddi varlıqlara biz konkret isimlər deyirik. Deməli, konkret isimlər gözlə görünən, əl ilə təmas edilə bilən, təması mümkün, bir də şəklini çəkə bildiyimiz, şəklini çəkə bildiklərimiz. Bunlar nələrdir? Konkret isimlərdir. Deməli dostlar, məsələn, misal olaraq baxsaq biz konkret isimlərə, məsələn, deyirəm stol. Stolu görürük, toxuna bilirik, şəklini çəkə bilirik və yaxud da ki, hava. Konkret isimdir. Məsələn, havanı biz uda bilirik, havanı duya bilirik, hiss edə bilirik və yaxud da ki, hava nəfəsimizə çəkə bilirik, yəni bizə təmas edir. Buna görə biz buna konkret isim deyə bilərik. Və yaxud da ki, məsələn, hava bilirsiniz homonim sözdür. Bir var oyun havası, bir də var çöldəki hava. Çöldəki hava konkret olduğu halda oyun havası artıq mücərrəd isim siyahısına daxil olur. Eyni zamanda külək. Külək məsələn bizə toxunur, saçımızı bir tərəfdən digər tərəfə alıb ata bilir. Bu mənada külək də bizə toxunduğu üçün konkret isim hesab olunur. Eyni zamanda buluddur, insandır, ağacdır, kitabdır kimi sözlər bunlar konkret isimlərdirlər. Bəs mücərrəd isimlər hansı isimlərə deyilir dostlar? Mücərrəd isimlərimiz isə bunun əksi, yəni konkretin əksi, gözlə görülməsi mümkün olmayan, əl ilə təması mümkün olmayan, şəklini çəkə bilmədiklərimizdir. Yəni, maddi olmayan varlıqlara deyilir. Hansı varlıqlara deyilir? Maddi olmayan, yəni toxunulmayan, görülməyən varlıqlara deyilir mücərrəd isimlər. Məsələn, biz buraya yuxulu, xəyalı, daha sonra zaman, vaxt kimi sözləri aid eləyə bilərik. Arzu, istək, fikir, amal sözlərini aid eləyə bilərik. Ümumiyyətlə, yadda saxlayın ki, mücərrədlik baxımından, yəni məsələn, bəziləriniz deyə bilərsiniz ki, niyə ki, mən yuxunu görə bilirəm axı? Yox, yuxunu sən dünya gözü ilə bir maddi varlıq olaraq görüb ona toxuna bilmirsən. Bu mənada deyirik ki, yuxu mücərrəddir. Və ya da xəyal var. Əslində bunlar var olan şeylərdir, amma bunu maddi varlıq olaraq görə bilmirik biz bunları. Və yaxud da ki, məsələn, buna misal olaraq biz hər hansı bir söz deyə bilərik. Məsələn, tutaq ki, nitq hissələri, isim, sifət, sayı, əvəzlik, bunlar da mücərrəd sayılırlar. Çünki biz bunlardakı hərfləri görürük. Yəni, o ismin özünü məfhum kimi görə bilirik. Bu mənada deyirik ki, olacaqdır mücərrəd isim. Daha sonra var ümumi və xüsusi isimlər. Ümumi və xüsusi isimlər. Ümumiyyətlə, dostlar, ümumi isimlər yadda saxlayırıq ki, eyni cinsli əşyaların ümumi adlarını bildirir. Eyni cinsli
əşyaların ümumi adlarını bildirir dostlar. Məsələn, tutaq ki, deyirəm ki, at və yaxud da deyirəm pişik və yaxud deyirəm ağac, sonra deyirəm şagird, sonra deyirəm müəllim. Bax, bunlar eyni cinsli varlıqların, eyni cinsli əşyaların ümumi adlarıdır deyə ümumi isimlər sayılırlar. Məsələn, at ümumi isimdir. Məsələn, tutaq ki, bir evdə, hər hansı bir fermada tutaq ki, 100 dənə at var. Bunların hamısı atdır. Amma bunların hərisinin özünə məxsus xüsusi adları var. Məsələn, qırat, dürat və s. Burada biz dediyimiz bu qırat, dürat, onun xüsusiləşmiş adı olduğundan qırat və dürat xüsusi isim sayılır. Amma at sözünün özü yenə də qırat da, dürat da ayrılıqda at olduğu üçün, bu eyni cinsli əşyanın ümumi adı olduğu üçün biz ata deyirik ümumi isimdir. Və yaxud da ki, pişik ümumi isimdir. Məsələn, mənim də pişiyim var, qonşumda pişik var. Tutaq ki, mənim pişiyimin adı Məstandır, qonşu pişiyin adı Simbadır, tutaq ki. Amma bunların xüsusiləşdirən olan öz adlarıdır. Amma bunlar ümumilikdə yenə də nədirlər? Pişikdirlər. Onların pişik adları ümumi isimdir. Amma məstan ayrıca xüsusi isimdir. Və yaxud da ağac. Gedirik bostana, bağa, ağacdır, ağacdır. Bu eyni cinsli əşyanın ümumi adıdır. Amma məsələn, küknar, yasəmən, palıd, ayrıca adları çəkildiyi zaman xüsusiləşərlər. Və yaxud da deyirəm ki, şagird. Məsələn, bir sinifdə 10 nəfər şagird var. Bunlar hamısının ümumi adı şagirddir. Mən şagird ayağa qalxdıysam, hamısı bir-birinin üzünə baxacaq ki, mənim hansımıza dedi. Tutaq ki, üzümü çevirmişəm, növbədən şagird çağırıram. Amma mən sırf o şagirdlərdən birinin adına Aysel deyib çağırsam, bu artıq xüsusiləşir. Aysel sadəcə baxacaq. Bu mənada şagird də eyni cinsli əşyanın ümumi adıdır. Müəllim də yenə eyni şəkildə. Mən də müəlliməm, başqa digər bir də müəllimdir. Amma mən sırf Günel müəllim dediyim zaman artıq bu olacaqdır da xüsusi isim. Bu mənada yadda saxlayın ki, bu cür eyni cinsli əşyaların adlarını bildirənlər ümumi isimlərdir. Bəs xüsusi isimlər hansı isimlərə deyilir? Dostlar, xüsusi isimlər isə eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir. Deməli, eyni cinsli əşyaları fərqləndirmək üçün onlara verilən xüsusi adlar. Məsələn, biz bunlara kür deyə bilərik və yaxud da ki, ölkə olaraq, ölkə ümumi isimdir, amma Azərbaycan xüsusiləşdirir onu. Azərbaycan xüsusi isimdir. Kəpəzdir, Murovdur, sonra Qıratdır, Bozatdır və s. Bu kimi və yaxud da ki, Aynurdur. Bax, bu adlar nələrdir? Xüsusi isimlərdir. Bir dilimizdə var ki, bəzən ümumi isimlər xüsusi isimlərə çevrilir, bəzən xüsusi isimlər ümumi isimlərə çevrilirlər. Bu hansı zaman baş verir dostlar? Yadda saxlayın ki, bax, bu qaydaya diqqət edin. Bax, ümumi ismin xüsusi ismə çevrildiyi, məsələn, Arzu, Fərə, Ceyran, Vəfa və s. kimi sözlər var ki, bunlar normalda ümumi isimlərdir. Amma bunlar insan adı kimi işlənəndə artıq xüsusiləşirlər. Bir də bəzi qaydamız var ki, xüsusi isimlər ümumi isimlərə çevrilirlər. Məsələn, badamlı, yer adından çevrilir hər hansı bir suyun adına və yaxud da rentgen, şampan. Bunlar artıq ümumi ismə çevrilən xüsusi isimlərdir. Kalaşnikov, Sirab, kimi sözlər ümumi ismə çevrilən xüsusi isimlərdir dostlar. Daha sonra keçirik. Dilimizdə ümumiyyətlə bəzən testlərə də düşə bilər. İsim deyirlər, amma ümumi isim kimi işlənə bilirlər dilimizdə. Məsələn, əslaflar xüsusi isim kimi işlənirlər, amma ümumi isim kimi işlənməzlər. Tutaq ki, qardaşımın adı məsələn deyirəm Coşqundur. Və yaxud da ki, bacımın adı Sevildir. Deyirəm. Bax, Coşqun, Sevil, Nadir, Əziz kimi sözlər var ki, bunlar normalda nələrdir? Xüsusi isimlərdir. Amma bunlar ümumi ismə çevrilə bilirlər. Niyə? Çünki Coşqun sifətdir, Sevil feildir, Nadir Əziz sifətdir. Bunlar ümumi isim kimi işlənməzlər. Çünki bunlar başqa diksiyələridir. Bax, bu yerlə də diqqət edirik. Demək ki, testlərdə bəzən düşür ki, hansı variantdakı xüsusi ismi ümumi ismə çevirmək olmur. O zaman bu cür sözlər bizdən istəyir.
Daha sonra dostlar, tək və cəm isimlərə baxsaq, bir də var ki, dilimizdə toplu isim anlayışı. Deməli, dostlar, tək isimlər bilirik ki, nə bilim, stoldur, məktəbdir, şagird kimi sözlər, dənizdir. Bunlar tək isimlərdir. Bir də var cəm isimlər. Cəm isimlər isə üzərində larlər şəkilçisinin işləndiyi isimlərə deyilir, bilirsiniz. Məsələn, stollar, məktəblər, nə bilim, müəllimlər. Bunlar artıq cəm isimdir. Bir də dostlar, dilimizdə var toplu isim anlayışı. Toplu isimlər isə yadda saxlayın ki, üzərində cəm şəkilçisi olmadan məzmununda, yəni məzmunda, mənada topluluq bildirənlərdir, cəmlik bildirənlərdir. Bu belə düşür testlərdə. Deyir ki, hansı isim qrammatik cəhətdən cəmdə deyil. Bax, qrammatik cəhətdən cəmdə olmayan ilxı da ola bilər. Məsələn, normalda cəm isimdir, yəni toplu isimdir, amma qrammatik cəhətdən cəmdə deyil, yəni cəm şəkilçisi qəbul etməyibdir. Bəzən də deyə bilir ki, qrammatik cəhətdən cəmdə olan məzmunca cəm isimləri seçin. Bu zaman biz deməli toplu ismin cəm şəkilçisi qəbul etmiş formasını istəyir ki, yəni qrammatik cəhətdən cəmdə olmaq deyəndə sırf bu cəm şəkilçisindən söhbət gedir. Amma hansı mənasında topluluq bildirən isim qrammatik cəhətdən cəmdə deyil deyəndə artıq bu olacaqdır. Deməli, sırf toplu isimdən söhbət gedəcəkdir. Daha sonra, dostlar, toplu isimləri ümumiyyətlə yadda saxlayın ki, belə isimlər adətən formaca təkdə olurlar, bayaq dediyim anlayışdır. Amma cəmlik bu sözlərin leksik mənalarında olur. Məsələn, əhalidir, cəmaatdır, sonra xalq sözüdür, sürü sözüdür, xalq, sürü, ilxı, sonra taqım kimi sözlərdir ki, bu sözlər mənasında, leksik mənasında cəmlik bildirənlərdir. Bir də toplu isimlər özləri əsasən mübtəda vəzifəsində işlənəndə xəbər təkdə olur. Məsələn, burada diqqət eləsək, normalda biz bilirik ki, mübtədanın şəxsə və kəmiyyətə görə xəbərlə uzlaşması deməli qaydasına əsasən, məsələn, uşaqlar cəmdədirsə, xəbərdə cəmdə olmalıdır, elə deyilmi, uzlaşmaya görə? Amma yadda saxlayırıq ki, toplu isim bu qaydaya tabe deyil. Toplu isimdə topluluq, cəmlik bildirsə də xəbər təkdə olur. Cəmaat gəldi deyəcəksiniz. Oldu mu? Əgər burada ilxınlar desəydi, ümumiyyətlə biz bilirik ki, cəmaat və əhali istisna, qalan bizim toplu isimlərimiz həm də cəm şəkilçisi qəbul edə bilir dilimizdə. Buna görə əgər burada sürülər, ilxılar, taqımlar olsaydı, xəbər cəmdə ola bilərdi. Demək ki, toplu isimlərdə xəbər təkdə olur. Daha sonra bəzi sözlər var ki, həm toplu isim kimi, həm də toplu olmayan isim kimi də işlənirlər. Əgər mən desəm ki, sinif soyuq idi, o zaman sinif burada məkan mənası bildirir, burada tək isimdir. Amma mən desəm ki, sinif dərsə hazır idi, burada artıq sinifdəki şagirdlərdən söhbət gedir. Burada artıq sinif toplu isim məqamında işlənmiş olur. Daha sonra bir var deyirəm ki, məsələn, kütlə narahatdır. Burada toplu isimdir. Bir də var deyirəm ki, onun kütləsi 60 kiloqramdır. Bu zaman artıq kütlə tək isim olacaqdır. Daha sonra toplu ismə leksik şəkilçi artırmaq da olur bəzən. Amma yadda saxlayın ki, toplu isimdən leksik şəkilçi qəbul etdikdən sonra artıq toplu isim olmaqdan çıxırlar. Məsələn, ilxı toplu isimdir. Toplu isimdir. Amma mən ilxıçı desəm, artıq bu toplu isimlər tək ismə çevrilir. Bu artıq toplu isim deyil. Nə deyil? Toplu isim deyil. Bu necə isimdir? Tək isimdir. Və yaxud da ki, ilxıçı dedim və yaxud da ki, tutaq ki, ilxıçı aşağıya düşdü. Burada artıq tək şəxsi bildirdiyi üçün bu olacaqdır tək isim. Bunu unutmuruq. Digərlərinə də aid etmək olar bu qaydanı təbii ki. Bir də toplu isimlər eyni cinsli əşyaların, ümumiyyətlə yadda saxlayın ki, toplu isimlər eyni cinsli əşyaların bir araya toplaşmasından yaranır. Eyni cinsli əşya topluluğundan yaranır.
topluluğundan yaranır. Məsələn, atların topluluğuna biz nə deyirik? İlxı deyirik. Məsələn, qoyun, keçi topluluğuna biz sürü deyirik. Və yaxud da ki, insan topluluğuna biz cəmaat və ya əhali deyirik. Yəni, eyni cinsli əşyaların bir yerə toplaşmasından yaranır. Sırf bu qaydadan yola çıxaraq, dilimizdə bəzi sözlər var ki, məsələn, salxım sözüdür, meşə sözüdür, nar sözüdür, qarı qıdalı sözüdür və yaxud da dəniz sözüdür. Bu sözlər artıq toplu isim deyirlər. Bunlar necə isimlərdir? Tək isimlərdir. Niyə? Məsələn, salxımda bir neçə elə bil ki, eyni cinsli varlıqların sonradan bir araya toplaşmasından yarandığına görə toplu isimlər. Salxımdakı üzümlər sonradan gəlib birləşməyiblər axı. Ona görə bu salxım tək isimdir. Və yaxud da meşədəki ağaclar sonradan yəni adam deyirlər gizə-gizə gəlib birləşsinlər. Demək ki, bu da tək isimdir. Qarğıdaldakı dənəciklər, bunlar onların yaradılış etibarilə belə yaranmaqlarıdır. Buna görə biz deyəcəyik ki, bu kimi isimlər toplu isim deyirlər, tək isimlərdir. Daha sonra dostlar, bir də el sözü var ki dilimizdə. El sözü də əgər yurt, el, oba mənasında işlənirsə, bu olacaq tək isim. Məsələn, el, elimizə, məsələn, deyirəm, bahar gəlir. Yəni, obamıza, yurdumuza. Amma el yaylağa köçür desəm, burada artıq el cəmaat mənasında işləndiyi üçün burada toplu isim adlana bilər. Belə. Daha sonra dostlar, isimlərin quruluşca növlərindən də xüsusi deyəcəm bir şeylər yoxdur. Çünki onların özünüzdə kitabdan oxuyub öyrənə bilərsiniz, rahat yerləridir. Gələk, deməli, ismin hal kateqoriyasına. Ümumiyyətlə, dostlar, İsmin hallarına nə deyəcəyik? Məsələn, ilk adlıq haldan danışsaq, yadda saxlayın ki, adlıq hal xüsusi şəkli əlaməti, xüsusi qrammatik göstəricisi yoxdur. Sualların kimdə, hara suallarıdır. Adlıq halda olan sözlər, yadda saxlayırıq ki, cəm, mənsubiyyət və xəbərlik şəkilçilərini qəbul edə bilərlər. Ki, yenə də bu sözlər adlıq halda hesab edilər. Belə ki, kitab sözü də adlıq haldadır. Kitablarda adlıq haldadır. Kitablarımızda adlıq haldadır. Kitablarımızdır sözü də adlıq halda hesab olunur. Yəni, üzərində hər hansı başqa bir halın şəkilçisi yoxdursa əgər, cəm, mənsubiyyət və hal şəkilçisi sadəcə varsa, ya tək-tək ya da birlikdə, bunlar adlıq halda hesab edilirlər. Daha sonra lüğətlərdə əsasən isimlər adlıq halda verilirlər. Bir də cümlədə ən çox adlıq hal mübtəda vəzifəsində çıxış edir. Yerinə görə xəbər vəzifəsində ola bilər, istisna hallarda adlıq hal təyində ola bilər. Məsələn, tutaq ki, bir var deyirəm ki, kitab bilik mənbəyidir. Bilik mənbəyidir. Məsələn, bilik mənbəyidir, nə kitab? Kitab burada adlıq haldadır, nə suala cavab verir, mübtədadır. Və yaxud da ki, bu kitabdır deyirəm. Kitabdır. Burada xəbər vəzifəsindədir. Yenə də hər hansı bir halın şəkilçisi üzərində olmadığına görə bu adlıq halda hesab olunur. Demək ki, adlıq hal xəbər ola bilir. Bir də var ki, dilimizdə bəzi sözlər var ki, dostlar, sifətləşirlər. Yəni, bəzi isimlər var ki, hansı isimlər idi? İpəkdir, nə bilim, taxta sözüdür, gümüş sözüdür, qızıl sözüdür, tutaq ki, dəri sözüdür, dəmir sözüdür. Bax, bu kimi sözlər, məsələn, normalda isimdirlər, amma başqa bir ismin yanında həmin ismin materialını bildirdiyi üçün onun təyin edici funksiyasında çıxış edə bilirlər. Məsələn, deyirəm ki, ipək, parça və yaxud da ki, deyirəm, yaqut, dodaq. Baxın dostlar, burada yaqut da, dodaq da, ipək də, parça da isimdir. Amma ipəkdən parça onun materialını bildirdiyi üçün artıq necə parça deyirəm cümlədə təyin olur. Amma morfoloji cəhətdən isimdir və adlıq haldadır. Bu şəkildə adlıq hal sözlər bu məqamda təyində ola bilərlər. Və yaxud da dodaq necə? Dodaq yaqut. Amma yaqut da normalda ayrılıqda isimdir. Burada da neylədir? Artıq təyin edici funksiyasına çıxış edə bildi. Yenə də adlıq hallı isimdir. Və yaxud da gümüş kəmər yenə adlıq haldadır, təyindir. Taxta qapı adlıq haldadır, təyindir. Qızıl saat adlıq haldadır, təyindir. Dəri palto adlıq haldadır, təyindir. Bax, bu məqamda adlıq halda işlənən sözlər təyin də ola bilərlər. Eyni zamanda adlıq halda olan sözlər müstəqil olaraq tamamlıq və zəflik ola bilmirlər. Yadda saxlayın. Bunlar sadəcə qoşmalarla işləndikdən sonra tamamlıq və zəflik ola bilərlər. Məsələn, deyirəm ki, anam üçün saat aldım.
Saat aldım. Nə etdim? Aldım. Kimdən? Nəyin saatı mənasında? Yəni nə aldım? Qeyri-müəyyən təsirləyən saat. Kim üçün? Anam üçün. Burada anam sözü mənsubiyyətlə işlədilib adlı qaldadır. Qoşma ilə işləndiyi üçün cümlədə tamamlıq da ola bildi. Müstəqil halda ola bilmir. Və yaxud da ki, deyirəm ki, ə, bir də var, bunu bu məqamda işlədə bilərəm. Anam üçün, ə, məsələn, hər əziyyətə dözürəm. Əziyyətə dözürəm. Nə edirəm? Dözürəm. Nəyə? Əziyyətə. Necə? Hər. Hansı məqsədə? Anam üçün. Gördünüz, burada artıq məqsəd səhvliyi fonunda çıxış elədi. Daha sonra davam edirik. Bir də adlı kal cümlədə həm ismi, həm də feili xəbər ilə sintetik əlaqədə ola bilər. Anam gözəldir və yaxud da anam gəldir dediyim zaman artıq həm ismi, həm feili xəbərlə əlaqəyə girə bildi. Daha sonra baxırıq yiyəli çalı. Yiyəli çalı dostlar adına da gördüyü kimi yiyə, yəni bir şeyin sahibi deməkdir. Sahiblik məzmununu ifadə edir. Daha sonra ın ilə ül şəkilçisi ilə düzəlir. Kimin, nəyin, haranın suallarına cavab verir. Və adətən yiyəli çalda işlənən söz özündən sonra mənsubi şəkilçili söz tələb edir. Məsələn, onun köynəyi. Bu zaman onundakı ın yiyəlikdir, köynək sözündəki i isə mənsubiyyətdir. Əsasən yiyəlik və sahiblik bildirən söz özündən sonra nəyin yiyəsi sahibidirsə, həmin o sözü mənsubiyyətlə birlikdə yanında tələb eləyir. Yiyəlik hal ümumiyyətlə xüsusi qrammatik göstəricisini dedik. Yadda saxlayın ki, yiyəlik hal şəkilçisi ın, in, un, ün sadəcə mən və biz əvəzliyində ın yox, ım formasında işlənəcəkdir. Yəni mənim, bizim. Biz bilirik ki, şəxs əvəzlikləri heç vaxt mənsubiyyətə görə dəyişmirlər. Bütün hallarda buradakı ım şəkilçisi yiyəlik hal şəkilçisidir deyə bilərik. Daha sonra yiyəlik hal özdə iki yerə bölünür dedik. Müəyyən yiyəlik hal, qeyri-müəyyən yiyəlik hal. Müəyyən yiyəlik halı əmələ gətirmək üçün yiyəlik halın şəkilçisi burada bizə lazım olur, iştirak eləyir. Məsələn, kitabın cildi, əlinin partası, əlinin partası və s. Və yaxud da kimin, nəyin, haranın sualına cavab verirlər. Müəyyən yiyəlik halda olan söz müstəqil olaraq təsdiqlənən feillə sintetik əlaqəyə girmir, yadda saxlayın. Məsələn, deyirəm ki, sənin təsdiqlənən feil, məsələn, deyirəm gətirmişəm. Sənin gətirmişəm deyə bilərəm, yox. Qoşma ilə işləndikdən sonra əlaqəyə girə bilir. Sənin üçün gətirmişəm və bunların aralarında olacaq yanaşma əlaqəsi. Daha sonra sabitlə bitən sözlər yiyəlik halda ın, saitlə bitən sözdən sonra nın, dilin şəklində işlənir bizim şəkilçimiz. Bir də müəyyən yiyəlik halda olan söz müstəqil olaraq dedik təsvirlən feillərlə əlaqəyə girmir, qoşma da iştirak edir. Burada dedik. Bir də müəyyən yiyəlik halda olan söz yadda saxlayırıq ki, bəzən ayrılıqda cümlə üzvü kimdə işlənə bilirlər. Ümumiyyətlə, adətən aid olduğu mənsubi şəkilçili sözlə birlikdə birləşmə yaradaraq üçüncü növ birləşmə kimi təhlil olunurlar. Onun köynəyində mübtədadır hamısı birlikdə. Müstəqil halda isə müstəqil halda yiyəlik hal, müstəqil halda yalnız xəbər ola bilər cümlədə. Məsələn, deyirəm ki, kitab mənimdir, mənimdir. Yiyəlik hal və xəbərlik cümlədə müstəqil halda xəbər ola bilər. Amma özündən sonra mənsubiyyət işləndiyi zaman müstəqil halda cümlə üzvü ola bilmir. İstisna halımız var ki, ümumiyyətlə, burada dedik ki, müstəqil halda xəbər ola bilir. İstisna bir halımız var ki, üçüncü növ təyin söz birləşməsinin əvvəli bizim və ya sizin şəxs əvəzliklərlə ifadə olunarsa, əgər ikinci tərəfdə də sinifimiz yox və yaxud da ki, kitabımız yox, kitab sinif formasında mənsubiyyət şəkilçisiz işlənərsə, bu zaman sinif, kitab ayrılıqda mübtəda olacaq, bizim, sizin olacaq da ayrılıqda təyin. Bir də bu məqamda müəyyən yiyəlik hal cümlədə təyin kimdə çıxış eləyə bilər. Yəni, ikinci tərəfdə əgər belə olsaydı, bizim sinifimiz olsaydı, burada mənsubiyyət olsaydı, bu bütövlükdə bir cümləsi olardı, parçalanmazdı. Burada ımız çıxandan sonra parçalana bilər. Bu zaman müəyyən yiyəlik hal cümlədə təyində ola bilər dedik. İnşallah ki, yadınızda qaldı. Daha sonra qeyri-müəyyən yiyəlik halı isə bu söz yiyəlik halı şəkilçisi işlənmir bu sözdə. Deməli, qeyri-müəyyən yiyəlik halda şəkilçi olmur və sual olaraq da yalnız nə suala cavab verir? Bu, insan anlayışı da olsa,
heyvan anlayışı da olsa, cansız əşyada olsa fərqi yoxdur. Bütün hallarda yalnız nə suala cavab verir. Məsələn, deyirəm ki, müəllim sözü, yəni müəllimin sözü demək istəyirəm. Qeyri-müəyyən yəni çaldadır və burada mən nə sözü deyəcəm. Desək ki, birinci tərəfi təhlil edin və sual və desək ki, birinci tərəf nəyin sualına cavab verir, bu səhv olacaq. Amma birinci tərəf insan olsa belə nə sualına cavab verir desə, bu zaman doğru götürülə bilər. Ümumiyyətlə, qeyri-müəyyən necə ki, müəyyən yəni çal özündən sonra mənsubiyyət şəkilçili hər hansı bir sözü tələb eləyir. Qeyri-müəyyən yəni çalda bütün hallarda özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir və qeyri-müəyyən yəni çal heç bir halda müstəqil cümlə üzvü ola bilmir. Aid olduğu sözlə birlikdə bir cümlə üzvü olur. Bunu da bu şəkildə yadınızda saxlamış olur. Bir də dostlar, başqa bir qayda var. Deyir ki, qeyri-müəyyən yəni çal bəzən dedik ki, birinci tərəfi, yəni ümumiyyətlə qeyri-müəyyən yəni çalı asanlıqla müəyyən yəni çala çevirə bilirik. Asanlıqla öz şəkilçisini artıra bilirik. Amma bəzi istisnai hallarda bunu edə bilmirik. Bu nə zaman baş verər? Məsələn, tutaq ki, deməli, birinci tərəf əsasən ikinci tərəfin adını bildirəndə, yəni deməli, hansı mənaya malik olmasından asılı olmayaraq, ümumiyyətlə, yalnız dedikdən sualına cavab verir. Bəzən dedik ki, özündən sonra mənsubiyyət şəkilçili sözü tələb etməsi verilən sözün adlı qaldı o yox, qeyri-müəyyən çalda olduğunu müəyyən eləyir. Amma yadda saxlayırıq ki, məsələn, bəzi sözlərimiz var, məsələn, Gəncə şəhəri və yaxud da bazar günü kimi sözlərdə birinci tərəf qrammatik cəhətdən qeyri-müəyyən yəni haldadır. Amma biz bunu müəyyən yəni yana çevirə bilirik. Məsələn, mən bura Gəncənin şəhəri deyə bilmərəm. Elə deyilmi? Niyə? Birinci tərəf, ikinci tərəfin adını bildirəndə bunu çevirə bilmirik. Sizə sualda düşsək ki, hansı qeyri-müəyyən çallı sözü müəyyən yəni yana çevirə bilmirik? Siz bu şəkildə axtarın ki, birinci tərəf, ikinci tərəfin adını bildirsə, bu günün adı bazardır da və yaxud da ki, şənbə günü deyirəm. Bu günün adı şənbədir da, ona görə şənbənin günü, bazarın günü deyəmirəm. Ona görə qeyri-müəyyən çalda sayılsalar da müəyyən yəni çala bu şəkildə çevrilə bilmir. Daha sonra keçdik yönlü çala. Yönlü çal dostlar, adına da görüldüyü kimi yön və istiqamət məzmunu ifadə edir. Kimə, nəyə, haraya sualına cavab verir, A-L şəkilçisi ilə düzəlir. Yönlü çalda olan sözlər kimə, nəyə sualına cavab verdikləri zaman, cümlədə tamamlıq olurlar. Amma haraya sualına cavab verdiyi zaman cümlədə olacaqdır yer zərfliyi. İstəyir bu zərflə ifadə olunsun, istərsə də isimlə ifadə olunsun. Yenə də haraya suala cavab verirsə cümlədə yer zərfliyi olur. Amma biz yönlü çal olaraq isimlərdən söhbət getdiyi üçün ümumiyyətlə yadda saxlayın ki, bu ismin kateqoriyasıdır. Amma başqa bir hissələrdə isimləşdiyi üçün cümlədə hər hansı bir halın şəkilçisini qəbul edə bilərlər. Belə ki, məsələn, qocaya dediyim zaman, qoca normalda sifətdir. Amma burada yönlü kal şəkilçisi qəbul etdiklər isimləşmiş sayılır. İsim olmur, isimləşmiş sayılır. Bu mənada yenə də cümlədə olacaqdır. Nə? Tamamlıq. Daha sonra dostlar, bəzən yönlü çalda işlədilən söz, əgər söz AL saiti ilə bitibdirsə, sözün kökü AL saiti ilə bitibdirsə, bu zaman yönlü kal şəkilçisi qəbul etdikdən sonra bu AL sözün kökündəki ikinci hecadakı son olan AL qapalı saitə keçə bilir. Məsələn, baxın, burada bəziləri çaşırlar, sanki şəkilçi dəyişir, şəkilçi yox, kökün son hecası dəyişir. Məsələn, nəyə, xalaya formasında ya-yədən qabaqçı açıq sait qapalıya keçir. Olur, nə, niyə və yaxud da xalıya formasında olur. Daha sonra yönlü kalda işlədilən söz dedik yön və istiqamət bildirir. Bəzən istisnai hallarda yönlü kalda olsa belə yön və istiqamət məzmunu bildirməyə də bilər söz. Məsələn, mən bunu yazıram 2 manata almışam. 2 manata aldım. Burada yönlü çal olsa da yön istiqamət məzmunu bildirmir. Bəzən testlərdə sizin qarşınıza çıxa bilər. Desək ki, hansı variantdakı yönlü kal yön istiqamət məzmunu bildirmir, bu cür birləşmələr axtarırsınız. Yəni istiqamət anlayışı olmaz. Daha sonra keçirik təsirli çala. Dostlar, təsirli çal isə adından da göründüyü kimi hərəkətin təsir obyektini bildirir. Xüsusi qrammatik göstəricisi
I üstü 4, kimi, nəyi və haranın sualına cavab verir. Yadda saxlayın ki, kimi, nəyi sualına cavab verdiyi zaman cümlədə olacaqdır tamamlıq. Amma yenə də haranın sualına cavab versə də cümlədə olacaq tamamlıq. Ümumiyyətlə, zərfliyin haranı deyə təsirli yal şəkilsini qəbul etmiş sualı yoxdur. Bu yenə də hər üçü cümlənin tamamlığı vəzifəsində çıxış eləyəcəkdir. Müəyyən təsirli yal bu şəkildə olur. Bir də var qeyri-müəyyən təsirli yal anlayışı. Qeyri-müəyyən təsirli yal isə üzərində I şəkilçisi olmayacaq. Eynən qeyri-müəyyən yelçal kimi yalnız nə sualına dedik cavab verəcək. İnsan anlayışı olsa belə. Ümumiyyətlə dostlar, təsirli yal istər müəyyən olsun, istər qeyri-müəyyən olsun. Cümlədə xəbər vəzifəsində çıxış edə bilmir. Heç vaxt xəbərli şəkilçisi qəbul etmir. Bunu unutmursunuz. Cümlədə tamamlıq olur. Adətən tamamlıq vəzifəsində hər zaman çıxış edir. Və təsirli yalda olan söz bir də yadda saxlayın ki, yiyəlik və adlı haldan fərqli olaraq qoşmalarla işlədilə bilmir. Bir də qeyri-müəyyən təsirli halda əsasən təsirli feili yanında gəlir. Məsələn, o kitab aldı. Aldı nəyi? Deyirəm, bu təsirli feildir. Bundan əvvəlki söz olacaqdır, qeyri-müəyyən təsirli halda və nə sualına cavab verir, cümlədə olacaqdır, tamamlıq. O da olacaq nüqtada. Ümumiyyətlə, qeyri-müəyyən təsirli çallı sözü adlı haldan fərqləndirmək üçün nəyə diqqət etmək lazımdır? Yadda saxlayın ki, qeyri-müəyyən təsirli çalda, məsələn, bir var deyirəm, kitab bilik mənbəyidir. Sən kitabı bilik mənbəyidir desən belə, yenə onun kitabı dediyin üçün bu mənsubiyyət olacaq. Mənsubiyyət də olduğu üçün yenə də bu adlı halda hesab ediləcəkdir. Amma qeyri-müəyyən təsirli çal hər zaman təsirli feilin yanında gəlir. Bax, buna diqqət edin. Harada gəlir? Təsirli feilin yanında gəlir. Və yaxud da ki, qeyri-müəyyən təsirli çallı sözü yerinə bunu işarə əvəzliyini artıra bilirik. O bunu aldı deyə bilirsən kitabın yerinə. Demək ki, avtomatik burada bilirsən ki, bu olacaqdır qeyri-müəyyən təsirli çalda. Amma kitab bilik mənbəyidir sözünə bunu bilik mənbəyidir deyənmirsən, görsənmi? Demək ki, adlı qalıb bunu deyə bilmirsən. Ən rahat variantı dostlar, bunu sözünü qoyun yerinə, uyğun gəlirsə deməli qeyri-müəyyən təsirli yaldadır. Bir də qeyri-müəyyən təsirli çalda olan sözü xəbərin yanından da uzaqlaşdıranda təsirli yal olduğu ortaya çıxır. Məsələn, bir var deyirəm ki, o kitab aldı. Bir də var deyirəm ki, uzaqlaşdırıram. Həmən ortaya çıxdı. Kitabı o aldı. Gördünüz mü? Uzaqlaşdırdım bu xəbərin yanından. Bu da I şəkilçisi həmən gəldi. Təsirli feilin yanında olduğuna görə I şəkilçisiz işlənə bilirdi burada və cümlədə də tamamlıq olurdu. Oldu mu? Bir də bunun əvvəlinə əsasən o bu işarə vəzliyini artıra bilirəmsə, bu hal şəkilçisində, yəni o kitabı aldı deyə bilirəm də asanlıqla. Daha sonra bir də var yerlik halımız. Yerlik və çıxışlıq hallar haqqında da xüsusi sözüm yoxdur, rahatdır. Bilirsiniz, yerlik hal dadə ilə düzəlir. Kimdə, nədə, harada sualına cavab verəndə tamamlıq olur. Əstəğfurullah, kimdə, nədə sualına cavab verəndə tamamlıq olur. Haradan sualına cavab verəndə, harada sualına cavab verəndə isə yer zərfliyi olur. Yerlik halda, çıxışlıq halda eyni şəkildədir. Yerlik hal qoşmalarla işlənə bilmir, amma çıxışlıq hal qoşmalarla işlənə bilir. Bir də yadda saxlayın ki, deməli, çıxışlıq hal məzmun etibarilə yönlü çalın əksidir. Yönlü çal hərəkətin yön istiqamət bildirir, hərəkətin bitmə nöqtəsini bildirir. Amma çıxışlıq hal hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Bu mənada məzmunca bir-birinin əksidir deyirik yönlüklə çıxışlıq. Bir var deyirəm, evə gedirəm, bütün işlərimi bitirmişəm, evə gedirəm. Hərəkətin bitiş nöqtəsi. Bir də var deyirəm, evdən gəlirəm, hələ iş görəcəm. Deməli, artıq hərəkətin başlanğıc nöqtəsidir bu. Daha sonra keçdik, deməli, ismin mənsubiyyətə görə dəyişməsi. Ümumiyyətlə, dostlar, əşyanın hər hansı bir şəxsə mənsubliğini bildirən şəkilçilər ismin mənsubiyyət şəkilçiləridir. Mənsubliq sözünün mənası, ümumiyyətlə, mənsubiyyət kateqoriyası adlan da göründüyü kimi mənsubliq, deməli, mənsubliq nə bildirir? Yəni, aidlik bildirir. İsmin hər hansı bir əşyaya aidliyini bildirir. Və adətən bilirik ki, hər hansı bir əşya ya mənə, ya sənə, ya ona aid olacaq. Bu mənada yadda saxlayırıq ki, mənsubiyyət şəkilçiləri əsasən 3 şəxsə görə müəyyən olunur. Belə ki, birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Birinci şəxsdə mənsubiyyət şəkilçisi olacaq im, ikinci şəxsdə olacaq ın, in, un, ün, üçüncü şəxsdə olacaq I üstü 4. Birinci şəxsin cəmində
ımız, ikinci şəxsin cəmində ınız, üçüncü şəxsin cəmində lar plus formasında olacaqdır. Məsələn, mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları və yaxud da kitabı. Dostlar, yadda saxlayın ki, ismi mənsubiyyətdir, haldır, cəmdir, xəbərli şəkillərdə həm də qrammatik şəkillərdir. Yəni, sözün sadəcə formasını dəyişir bunlar. Biz bayaq nə dedik? Dedik ki, əsasən yiyəlik halda olan söz özündən sonraya mənsubi şəkilli söz tələb edir. Burada da kitab mənə aid olduğuna görə əvvəlində mənim adımı istəyir. Nə deyirəm? Mənim kitabım. Yəni, ümumiyyətlə, birinci şəxslərdə əsasən mən və biz əvəzliyini artırırıq. İkinci şəxsdə hər hansı bir, yəni, məsələn, sənin kitabını artırırıq, tutaq ki, və yaxud da burada sizin kitabınız. Üçüncü şəxsdə, məsələn, Ayselin kitabı da deyə bilərsən və yaxud da onun kitabı da deyə bilərsən, fərqi yoxdur. Bu mənada bilin ki, mənsubiyyət şəkilçili söz özündən əvvələ öz sahibinin adını, yəni yiyəlik hal şəkilçili sözü, hər hansı bir əvəzliyi və ya ismi tələb eləyir. Bizim kitab, sizin kitabınız və yaxud da ki, onların kitabları. Deməli, şəxs əvəzlikləri yalnız yiyəlik hal şəkilçisi qəbul etdiyi halda özündən sonra gələn sözlər mənsubiyyət şəkilçiləridir. Ümumiyyətlə, burada, yəni kitab aiddir mənə. Kitab mənə aiddirsə, deməli, kitabın üzərindəki bu ım şəkilçisi aidlik, yəni mənsubiyyət şəkilçisidir. Kitabın sahibi mənəmsə, mən isə sahibəm, deməli, mənim üzərimdəki ım isə yiyəlik hal şəkilçisidir. Bu şəkildə çaşmırıq. Daha sonra yadda saxlayırıq ki, birinci və ikinci şəxs əşyanın əsasən insana aidliyini bildirir. Üçüncü şəxs isə təkcə insana deyil, başqa əşyalara da, heyvanlara da, quşlara da məsələn aid olduğunu bildirə bilər. Və mənsubi şəkilçili söz cümlədə hal olaraq adlıq halda olur əsasən. Ola bilər ki, digər hallar da üzərində mənsubi şəkilçisini biz görə bilərik. Məsələn, tutaq ki, belə bir ifadə görə bilərsiniz. Kitabını. Bax, burada kitab sözün köküdür. Onun kitabı ı mənsubiyyətdir, sonraki ı isə təsirli haldır. Hər zaman birinci mənsubiyyət, sonra təsirli, yəni hal şəkilçisi gəlir. Deməli, şəkilçilərin ardıcılığı belədir. Cəm, mənsubiyyət, hal və xəbərli şəkilçilər. Oldu mu? Daha sonra bax, məsələn, iki ifadə yazacağam. Məsələn, daha çox dildə qarşımıza çıxır. Bir var deyirəm, kitabı evdədir. Bir də var deyirəm ki, kitabı gətir. Bax, mən nəyin əvvəldə? Burada iki dənə ı var. Biri təsirlikdir, biri mənsubiyyət şəkilçisidir. Hansının mənsubiyyət şəkilçisi olub, hal olaraq adlı halda olmasını bilməkdən ötürü və hansının təsirli halda bilməsindən ötürü, dediyim kimi, bunun sözünü qoşursunuz. Məsələn, bunu evdədir deyə bilirsən? Yox. Demək ki, bu hal deyil, bu mənsubiyyətdir. Ona görə də bunun əvvəlində həm də yiyəlik hal şəkilçili söz də artıra bilirsən. Onun kitabı evdədir. Yəni, bu mənsubiyyətdir. Mənsubiyyət olduğu üçün kitabı sözü hansı halda sayılır? Adlıq halda sayılır. Amma bura mən bunu gətir deyə bilirəm. Demək ki, bunu gətir deyə bilirəmsə, bu təsirli hal şəkilçisidir. Yadda qaldı inşallah ki. Belə, dostlar, və bir dənə qaldı xəbərli kateqoriyası. Bu da çox rahatdır əslində. İnsan bilirik ki, mənsubiyyət hər hansı bir əşyanın aidliyini, mənsubluğunu bildirdiyi halda, xəbərli şəkilçiləri isə əsasən deyirik ki, hər hansı bir əşyanın kimə aid olduğunu yox, hər hansı bir şəxsi ifadə edir şəxs şəkilçiləri. Məsələn, mən müəlliməm, sən müəllimsən, o müəllimdir. Şəxslər də bilirik ki, Azərbaycan dilində 3 formadadır. Birinci şəxsin təkində am, əm, yəni mən məsələn müəlliməm. İkinci şəxsdə san, sən müəllimsən. Üçüncü şəxsdə dır, dir, durdur, o müəllimdir. Birinci şəxsdə ıq, iç, uq, üç, biz müəllimik. İkinci şəxsdə sınız, siniz, biz siz müəllimsiniz. Üçüncü şəxsdə onlar müəllimdirlər formasında şəxs kateqoriyasından istifadə olunur. Şəxs şəkilçisindən işlənən söz əsasən cümlədə xəbər vəzifəsində çıxış eləyir. Və xəbərli şəkilçilərin inkarı, yəni deyil sözünün köməyi ilə düzəlir. Məsələn, o şagirddir deyirəm. Bir də var deyirəm ki, o inkarı da belədir, o şagird
deyil. Deməli, xəbərli şəkilçisinin inkarı deyillə düzəlir. Bir də xəbərli şəkilçiləri, məsələn, hal və mənsubiyyət şəkilçisindən fərqli olaraq vurğu qəbul etmirlər. O müəllimdir, şagirddir deyəndə dırdan əvvəlinci hecanın üzərinə vurğu düşür. Və ismin hansı halının neçə qrammatik şəkilçi ilə işləndiyini müəyyən etmək üçün nəyə diqqət etmək lazımdır? Məsələn, bir dənə qayda var. Sualda belə düşür. Deyir ki, tipdə də bu daha çox düşür. Qəbulda hər zaman düşür. Və müəllim imtahanda belə düşür. Ki, biz bilirik ki, hər hansı bir isim maksimum 4 qrammatik şəkilçi qəbul edə bilər. Cəm, mənsubiyyət, hal və ya xəbərli şəkilçisini qəbul edə bilər. Eyni anda da ola bilər, fərqli də ola bilər. 4 dənə qrammatik şəkilçisi var. Amma ismin bəzi halları bunlardan sadəcə üçünü, bəzi halları bütün hamısını qəbul edir. Məsələn, burada adlı halı, bir də təsirli yalı istisna çıxırıq. Niyə? Təsirli yal xəbər ola bilmir deyə xəbərli şəkilçisi qəbul etmir. Adlı halında hal şəkilçisi yoxdur deyə hal şəkilçisini qəbul etmir. Maksimum adlıqla təsirli yal, hal, mənsubiyyət cəmlə işlənir. Adlı hal isə cəmdir, mənsubiyyətdir və xəbərliklər işlənir. Deməli, maksimum 3 qrammatik şəkilçi ilə işlənə bilir adlıqla təsirlik. Bir də qeyri-müəyyən yiyəlik. Qeyri-müəyyən yiyəliyə də bu aiddir. Amma qalan bütün hallarımız müəyyən yiyəlikdir, gönüllükdür, yerlikdir, çıxışlıqdır, adlığın özüdür. Əslində adlıq yox, çıxışlıqdır. Bunlar hamısı deməli çıxışlıq, yerlik, yönlük, bir də müəyyən yiyəlik. Bunların dördü ilə də, 4 qrammatik şəkilçi ilə də eyni anda işlənə bilirlər. Məsələn, şagirdlər, imiz, dəndir. Görsünüz, çıxışlıq hal hər üçü ilə işləndir. Cəm, mənsubiyyət, hal, xəbərlik. Bu şəkildə. Belə dostlar, bu qədər. İnşallah gəlin izahlarımızda görüşənə qədər isim haqqında xüsusi sizi çaşdıracaq məqamlar haqqında danışdım. İnşallah gələn dərsimizdə görüşənə qədər hələlik sağ olun.